Kargo, kuryer, müştəri rubrikasında müştəri məsuliyyətindən danışacağam. Bizim cəmiyyətdə məsuliyyətini dərk etməyən, öz məsuliyyətini başqalarına yükləməyə çalışan insanlar az deyil. Misalla izah etsəm, yerə zibil atana deyəndə ki, zibili yerə niyə atırsan? Cavab olaraq bildirir ki, yığışdıracaq da, onlar işsiz qalsın. Bax. Həm məsuliyyəti başqasına yükləyir, həm də insanlıq eləməyə çalışır ki, o işsiz qalmasın. Başqa misal çəkmək olar, növbəni pozan, maşını düzgün yerdə park etməyən və s. Kargo, kuryer, müştəri üçbucağında, yəni bu əslində dairə olmalıdır ki, sistemin axıcılığı sürətli olsun. Niyə üçbucaqdır? Çünki üçbucağın iti tərəfləri ilə bir-birimizin qanını çıxartmağa çalışırıq, hər üç tərəf. Müştəri məhsul seçib, ödəniş etdikdən sonra onun məsuliyyətinin bitdiyini düşünməməlidir. Smartda bəyan etməlidir, gələn bildirişlərə baxmalıdır. Kuryerin onun ünvana çatması üçün gərəkən tədbirləri görməlidir. Bunlara nə aiddir? Dövlət əhəmiyyətli tədbirlər olanda bəzi yollar bağlı olur. Yəni, müştəri bildirir ki, mənim problemim deyil, inanın kuryerin də problemi deyil. Yəni, bunu qəbul etməlidir müştəri. Bundan başqa bir çox həyətlərdə şlaqbanlar var, giriş-çıxışlar məhdudlaşır. Həmin həyətə kuryerin girməsini təmin etməlidir. O deməməlidir ki, mənim problemim deyil. O həyətdə qalırsa, birbaşa onun problemidir. Ən ağırlısı bilirsiniz nədir? Blokun qapısına yaxınlaşırsan, zəng elirsən ki, bəs domofonun kodunu deyin. Deyir ki, domofon yoxdur, fikir verin. Domofon yoxdur, siz qapıda gözləyin, nə vaxt qapı açılar, o vaxt qalxarsınız. Başqa arzunuz yoxdur. Burada dayanırıq, amma düşünmək üçün.